Mingəçevir Yüksək Liqanın qapısını açdı. Sadəcə olaraq bir addım atmaq lazımdır ki, gələn mövsümdə Mingəçevir klubu Yüksək Liqada oynasın. Bunun üçün sadəcə olaraq gələn həftə Mingəçevir Qəbələ üzərində qələbə qazanmalıdır. Bugün Mingəçevir əsas işin 50%-ni həll etdi. Səbaili öz meydanında 4-1 hesabı ilə məğlub etdi və 1-ci liqada 2-ci yeri tutdu. Və gələn mövsümdə Yüksək Liqada ən güclü klublarla Sabahla, Qarabağla, Turan-Tovuzla, Neftçi ilə mübarizə aparmaq üçün Mingəçevir gələn həftə Qəbələni məğlub etməlidir. Amma Qəbələ özünüz başa düşürsünüz, çox asan məğlub olunan klublardan deyil. Gör neçə ildir Qəbələ klubu Yüksək Liqada oynayır. Düzdür, çempion olmasa da yadda qalan komandalarımızdan da, Avropada da yadda qalıb. Necə deyirlər, gözləyirik. Qəbələ Mingəçevir dueli. Qalib gələn il Yüksək Liqada oynayacaq. Hər iki komanda uğurlar.